vaxtınız xeyir. Mən Gülya Əliyeva. Sizin fitness və qidalanma üzrə ekspert mütəxəssisiniz. Bugün Azərsüdün Sağlam Söhbət layihəsinin Aktiv Həyat rubrikasında düzgün qamət, şux qamət məşğələsində hər birinizi xoş görürəm. Məşğələmiz üçün bizə sadəcə olaraq bir ədəd bu endə bir parça, dəsmal və yaxud da band varsa band lazımdır. Mən məşğələmi bandla sizə göstərəcəm. Yoxdursa heç bir problem yoxdur. Tamamilə rahat bir şəkildə əvəz edə bilərsiniz. Düzgün qamətdən danışmışkən sümük oynaqlarımızın sağlamlığı haqqında da danışmaq mütləqdir və sümük oynaqlarımızın sağlam olması üçün bizim yetəri qədər gün ərzində kalsium almağımız şərtdir. Kalsium isə təbii ki süd məhsullarında var. Buna görə də rasionunuza mütləq bir şəkildə süd məhsullarını daxil etməyiniz lazımdır. Əgər mənim laktozaya xüsusi bir allergiyam var, mən laktoz qəbul edə bilmirəm deyirsinizsə əgər, sizə çox ideal bir resept təklifim var. Düzgün qamət üçün edəcəyimiz məşqin yanı sırasında qidalanmamızda kalsiumla zəngin və laktozasız seçimlər edə bilərik. Azərsüdün laktozasız südü mənim daima istifadə etdiyim və asla bir şəkildə mənə diskomfort verməyən və dadını və keyfiyyətini və tərkibini çox bəyəndiyim südlərdəndir. Onu da deyim ki, əgər gün ərzində bir stəkan laktozasız süd tərkibinə hansısa sevdiyiniz gilə meyvələrdən və yaxud da yarım banan əlavə edib shake olaraq da qəbul edə bilərsiniz. Səhər yeməyinizdə ola bilər, atışdırmalıq olaraq qəbul edə bilərsiniz və inanın ki, bədəninizin kalsium ehtiyacını natural və təbii şəkildə Azərsüdün laktozasız südü ilə ala bilərsiniz. Düzgün, şux qamət əldə etmək istəyirsinizsə, onurğa problemlərindən birdəfəlik qurtulmaq istəyirsinizsə, indi göstərəcəyim 5 dəqiqəlik idmanı mənimlə birlikdə edin və nəticənizi alın. Elə isə başlayaq. Mən videoda bütün hərəkətləri demək olar ki, sizə üzüm çevrilmiş vəziyyətdə edəcəm. Çünki hərəkəti arxadan göstərməliyəm. Ona görə də yavaş-yavaş çevrilirəm və bu şəkildə dayanıram. Əlimdə çiynim enində olan bir parça, dəsmal və yaxud da band tutmuşam və biz nə edəcəyik? Sağa və sola əlimizi aparıb gətirəcəyik 10 dəfə. Getdik. Əla. İndi isə bandı yuxarıda tuturuq və nə edəcəyik? Başımızın arxasına doğru çəkib qaytaracağıq. Okay? Getdik. Növbəti hərəkətimizə keçirəm. Əlimdə aşağı hissədə bandı tuturam və qollarımı açıram. Arxaya doğru qamətim dikdir. Bunu yandan da göstərə bilərəm bu şəkildə və nə edirik? Əlimizi arxaya doğru 10 dəfə qaldırıb salacağıq. Getdik. Və möhtəşəmsiniz. Növbəti hərəkətimiz isə olacaq. Əlimizdə, baxın, bu formada tuturuq və dairəvi bir şəkildə onurğamızı yuvarlaq bir vəziyyətə gətirib aparacağıq. 5 dəfə saat əqrəbi istiqamətində, 5 dəfə isə saat əqrəbinin əks istiqamətində. Okay? Getdik. Dayandıq. İndi isə tərs istiqamət. Və bitdi. Və son olaraq
Bandı başımın üstündən arxaya tərəfə doğru sallayıram və digər əlimlə onu aşağıdan tuturam və sanki hər iki ucunu, bir hissəni yuxarı, digər hissəni isə aşağı dartmağa çalışıram. 10 dəfə edəcəyik. Getdik. Əla. Və digər tərəfə. Hər iki tərəfdən birini yuxarı, digərini aşağı dartırıq. Super. Bu da bizim qamət üçün olan hərəkətlərimiz idi. Ofis şəraitində çalışan, bel ağrılarından, kürək ağrılarından əziyyət çəkən insanlar üçün də ideal hərəkətlərdir bunlar. Mütləq bir şəkildə həftədə 3-4 dəfə etməyinizi tövsiyə edirəm. Hətta ofis şəraitində, iş şəraitində belə bəzi hərəkətləri çox rahatlıqla oturaq bir formada da edə bilərsiniz. Hər birinizə şux qamət və sağlamlıq arzu edirəm. Növbəti məşqlərimizi gözləyin. Görüşəcəyik.